Gelmişik. Yine kendimizin başını qara duman alıbdı. O kendin ki 1905-ci ildə, 1918-də, 1923-də, 15 may 1992-də ermənilər tərəfindən yandırılıb, tarmar olub. Amma yenə kənd sakini olaraq biz kəndi heç vaxtı tərk eləməmişik. Bu görünən qayalar həmişə bizə sipər olubdu. Biz qayaların arxasında dayanıb, sonra yenə öz kəndimizə qayıdıb, burada tikib yaşayıb, yenə də yaşamışıq. Çox təəssüf olsun. Bugün yumuşaq kreslolarda oturanlar kəndin tarixini bilmədən, mədəniyyətin bilmədən, nəyə əsaslanaraq bilmirik, bizim kəndimizi hansısa iş adamlarına satıb. Türk iş adamı İbrahim İpək, sabah ola bilər başqa bir İbrahim Şimşək çıxar, bilmirəm. Amma sadəcə onu demək istəyirəm. Ekologiya və Təbii Sərvətlər Naziri, əlinizi vicdanınıza qoyun. Bir sənədə imza atarkən o kəndin ilk əvvəl tarixini öyrənin. Bu kəndin min illər tarixi var. Bu kəndin yüzlərlə, minlərlə ziyalısı, incəsənət adamı, 50-dən çox şəhidi var. Bu durduğumuz ərazi bizim ata-baba yurdumuz olubdur. İlk əvvəl 63-cü ilə qədər bizim ailə burada yaşayıb. Əmimin ailəsi bax burada yaşayıbdır. Mənim anam bura gəlin gəlib. Əmimin övladları hamısı burada doğulubdur. Sonra sadəcə suya görə 300 metr irəli çəkiliblər. İndi bugün bizim bu ərazini hansısa bir Türk şirkəti gəlib burada daş karxanası eləmək istəyir. Kəndin baş hissəsində hal-hazırda mina təmizləyənlər var. Biz səbirsizliklə gözləyirik bizim kəndimiz nə vaxtsa tikiləcək, təməl qoyma olacaq. Amma 10 gündür demək olar ki, biz yuxu yatmırıq. Bizim kəndimizi hansısa işbazlar götürüb kariyer açmaq istəyir. Daş karxanası olan yerdə kənd olarmı? Bu kəndin girişidir. Bu kəndin tən ortasıdır. Biz kimə deməliyik dərdimizi? Bu kəndin 50-dən çox şəhidi. Ona görə şəhid olmadı ki, kimlərsə buradan qazanç götürsün. 2020-ci ildə bu xalq hamı bir nəfər kimi torpaq uğrunda silaha sarıldı. Cavan gəlinlər dul qaldı. Körpə uşaqlar, ataları şəhid olandan sonra dünyaya gəldi. Nədən ötürü? Kimlərsə yumuşaq kresloda oturub pul qazanmaqdan ötürümü? Mən buradan bir şəhid bacısı kimi, bir kənd sakini kimi, cənab Ali Başkomandan, möhtərəm prezident, sizə müraciət eləyirəm. Çox xahiş eləyirəm. Bizim bu kəndin, tarixin, mədəniyyətin məhv eləmək istəyənlərə göstəriş verin. Bizim bu kənddə ekoloji vandallığa son qoyulsun. Çox xahiş eləyirik, cənab prezident. Mən buradan üzümü kəndə gəlib, kəndin tarixini bilmədən danışanlara tuturam. Bu kənddə heç vaxt daş karxanası olmayıb. Daş karxanası bizim dayandığımız yerdən, bizim kəndin 7 kilometr məsafəsində yerləşir və həmin ərazi hal-hazırda Xocavənd rayonu ərazisindədir. 80-ci illərdə həmin karxanada istehsal olunan qırmızı mərmər Moskvada birinci yerə çıxmışdır. Çox xahiş edirəm. Kəndə gələndə kəndin sakinlərindən, kəndin ziyalılarından, kəndin tarixini öyrənin, sonra kənd haqqında danışın. Verilişinizin, özünüzün reklamına görə heç vaxt bu kəndin tarixinə ziyan vurmayın.